Ayaq üstə vəziyyətdən indi belə girmə fəndini göstərəcəm, ən çox işlətdiyim fənd. Burada da eyni rəqibin müqavimətindən istifadə etmək vacibdir. Burada biz normal güləş duruşunda durduğumuz anda əsas vacib şərt odur ki, qabağa sallanmayasan, düz durasan ayaqların üzərində. Və mən bilərəkdən biləyimi verirəm ki, əks fənd işlədəcəm onu, aldadıb. Ayaqlarımı yerində dəyişirəm, müqavimət göstərirəm, rəqib də mənim müqavimət göstərir. Burada bu şəkildə belinə girmə fəndi işlədirəm. Sol ayağa koyacağım. Sağ ayak düz yanına yok. Bir balık sıyır beraber. Bu şekilde beraber. Onu düz yerine basar. Bırak. Sol ayak yamada. Sol tarafa. Hoppa. Eller baş. Bakmadı. Durdu. Birler. Birinci. Şu an posteri eller. Esas işimizden biri. Dizlersin bile dalanan düşünüyor bir şekilde. Aynı oldu. Değil değil. Dizler atmasını düşünüyor. Ve birinci eller sapı gelir, ondan sonra başlıyor. Bakın burada yine sol ayakta bakın. Eller baş. Bak bu şekilde dündür ne yazıyor? Zaten gelenek istediyse, postlar çıkmayı demek istediyse, feneriniz geliyor. Şimdi dündür ne yazıyor? Bu şekilde yazsa, böyle. Tam biz zaten gelenek bu şekilde istediğimiz gibi alınmayacağız. Gelecekte postlar düşende bu şekilde bir postlar sağ bir niyetliyim. Rakibi de açıktırırsa, Erman Fendi'den sağ ayak gelemedik sırası. Rakibin kısımlarından sonra sol ayak addımlama olmalı burada. Şimdi üzerine atana sonra rakibin başını tutmak lazım. Fəndin tarix hissəsi haqqında Demək 2001-ci ildə mən Respublika Olimpiya İdman Liseyində 5-ci sinifdə oxuyanda hal-hazırda 17 yığma komandanın baş məşqçisi Əskərxan Novruzov tərəfindən fəndin icra olunmasını dəqiq şəkildə öyrənmişəm. Və bir də sual verirəm ki, TikTok izləyicilərimizə Azərbaycanın hansı məşhur güləşçisi dərman fəndini mükəmməl şəkildə icra edir? Şərhlərin altına yazın. Oldu, biz bir yerə güclüyük, irəli ancaq. 1, 2, bam! İkinci sinər üzərindən atma fəndi. Burada güləşən vaxtı qəsdən şərait yaradıb qollarımın ikisini də buraxıram rəqib salsın. Həmin vaxtı geriyə qaçmıram. Əksinə ayağımla yaxınlaşıram, qollarını yığaraq göyə təkan vururam.